Bu dəfə əziz izləyicilərə tamamilə fərqli olan bir Quran möcüzəsini göstərmək istəyirəm. Quran-ı Kərimi Məhəmməd Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm özü yazıb deyənlər də yaxşı dinləsinlər. Sanki Uca Allah kod deyir və koddan da sonra açmasını deyir. Bismillahirrahmanirrahim. Uca Allahın Quran-ı Kərimdə nazil etdiyi biz bəşər övladını heyrətə gətirən, ağlımıza belə gəlməyən fərqli möcüzələri tükənmək bilmir və həmin bu möcüzələr hər dövrdə özünü biruzə verməkdədir. Embriologiya, astronomiya, botanika, geologiya kimi elə elmlər var ki, yalnız son 19 və 20-ci əsrdə təməli qoyulub və ya daha da inkişaf edib. Amma Uca Allah həmin bu elmlərə çox dəqiqliklə Quran-ı Kərimdə toxunaraq elmə dəyər verən müasir alimləri heyran edib. Bu dəfə əziz izləyicilərə tamamilə fərqli olan bir Quran möcüzəsini göstərmək istəyirəm. Quran-ı Kərimi Məhəmməd Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm özü yazıb deyənlər də yaxşı dinləsinlər. Məlumdur ki, Məhəmməd Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm yalnız ərəb dilini bilirdi. Amma Quran-ı Kərimdə Uca Allah bəzi peyğəmbərlərin adlarını çəkərək onların adlarının yanında qədim İbranicədən ərəbcəyə olan mənasını da qeyd edir. Elə bir formada, elə bir gözəl bəlağət və düzülüşlə qeyd edir ki, bu adların tərcüməsi heç belə hiss olunmur. İndi sizlərə bu möhtəşəm misalları deyəcəm, daha da aydın olacaq. Belə ki, Bəni İsrail peyğəmbərlərindən biri olan və sonradan Məryəm anamıza himayədarlıq edən Zəkəriyyə aleyhisselam özü və həyat yoldaşı qoca yaşlarına çatmalarına baxmayaraq hələ də övladları yox idi. Zəkəriyyə peyğəmbər Uca Allahdan ümidini üzməyərək bizlərə də nümunə olacaq gözəl söz və yalvarışlarla Uca Allaha əl açıb dualar edir və Uca Allah da ona çox gözəl bir övlad nəsib edir. Bütün bu maraqlı hissəni Quran-ı Kərimin surələrində baxıb görə bilərsiniz. İndi isə sizə mövzumuza aid olan hissəni qeyd edir. Zəkəriyyə ərəb dilinə çevrilmiş addır. İbrani dilində isə Zixariya deyilir. Zixar yad edir, xatırlayır deməkdir. Ya isə Rəbb və ya Allah deməkdir. Yəni Rəbb xatırladı, Rəbb yad etdi. Uca Allah Zəkəriyyə peyğəmbərin adını zikr etmədən öncə məhz həmin Zəkəriyyə sözünün tərcüməsini ərəbcə qeyd edib, sonra Zəkəriyyə deyir. Uca Allah buyurur. Zikru rahməti rabbikə abdəhu Zəkəriyyə. Ayəni mənaca hərfi tərcümə etsək, belə olacaq. Bu, Rəbbinin mərhəmətinin yad etməsidir qulu Zəkəriyyəni. Amma mənaca tərcümə etsək, hərfi deyil, mənaca tərcümə etsək, belə olacaq. Bu, Rəbbinin Zəkəriyyə quluna olan mərhəmətini yad etməsidir. Baxın, əziz izləyicilər, Uca Allah həm Zəkəriyyə peyğəmbərin adını çəkir, həm də adının önündə Zəkəriyyə sözünün mənasını və tərcüməsini deyir. Həmçinin İshaq adının da İbranicədən bizim dilə tərcüməsi gülmək deməkdir. Uca Allah İshaq peyğəmbər haqda buyurur. وَمْرَأَتُهُ قَائِمَةٌ فَضَحِكَتْ فَبَشَّرْنَاهَا بِإِسْحَاقِ. Onun, yəni İbrahim peyğəmbərin həyat yoldaşı pərdə arxasında durmuşdu və güldü. Biz onun həyat yoldaşını İshaqla müjdələdik. Uca Allah İshaq peyğəmbərin adını çəkmədən öncə onun adının mənasını, yəni gülmək sözünü işlədir və ardınca da İshaq deyir. Həmçinin Yaqub adının da mənası İbranicədən bizim dillə tərcüməsi ardınca, arxasınca gələn deməkdir. Uca Allah keçən ayənin davamında buyurur. وَمِنْ وَرَاءِ إِسْحَاقَ يَعْقُوبَ. Onun həyat yoldaşını İshaqın da ardınca Yaqubla müjdələdik. Baxın, əziz izləyicilər, Uca Allah burada da Yaqub sözünün önündə adının mənasını deyir və sonra da Yaqub adını çəkir. Həmçinin Yəhya adına İbranicə Yohənən deyilir. İbranicədən bizim dilə tərcüməsi isə Allahın lütfü deməkdir. Uca Allah Yəhya peyğəmbərin aleyhisselam adını çəkərək buyurur. Ya Yəhyə xudil kitəbə biquvva və ətəynəhul hukmə sabiyyə və hənənən min lədunnə və zəkətən və kənə təqiyyə. Ey Yəhya, kitabdan bərk yapış.
Biz uşaq ikən ona hikmət verdik. Biz həm də ona öz tərəfimizdən bir lütf və paçlıq bəxş etdik. O çox müttəqi idi. Hörmətli izləyicilər, bu adlar çəkilən ayələrə nəzər salsaq, görərik ki, sanki Uca Allah kod deyir və koddan da sonra açmasını deyir. Hələlik bu qədər. Uca Allaha əmanət qalın.